Burada 4 rejim var ümumiyyətlə. Drive modda. Standart rejimdir, eko rejimdir, sport və all terrain. Deməli, sport rejimində ayağı əyiləcə qoyan kimi maşın yerindən götürülür və 3,9 saniyə 100 km yığır. Bu məsələ məni çox feyziyyab elədi. Həqiqətən ən çox mənim cəlb eləyən məsələ bu oldu. Ümumiyyətlə, mən şəhərdə indi standart rejimdə sürürəm. Burada deməli eko rejim var. Eko rejimdə şarjı daha ekonomik istifadə eləyir. Bir də ən bəyəndiyim all terrain rejimidir. Çünki mən tikinti sahəsində çalışıram və elə yerlər olur ki, orada qumluq, daşlıq ərazilər olur. Mən bu funksiyadan tez-tez istifadə edirəm. Deyim sizə səmimi, qumda bu çox gözəl özünü göstərir. Qumda və daşlıqda çox gözəl göstərir özünü.